Salam Simnari, hər vaxtınız xeyir. Bəli, Rusiya-Ukrayna müharibəsi fonunda diplomatik və geosiyasi proseslər paralel şəkildə davam etsə də, hazırda əsas danışıqlar platformasında müəyyən fasilə müşahidə olunur. Kremlin sözçüsü Dmitri Peskovun açıklamasına görə Rusiya, Birləşmiş Ştatlar və Ukrayna arasında üç tərəfli danışıqlar hazırda dondurulub. Bununla belə Moskva iki tərəfli kanallar vasitəsilə təmasları davam etdirir. Xüsusilə qeyd olunur ki, Rusiya və Birləşmiş Ştatlar arasında fəaliyyət göstərən işçi qrup çərçivəsində Kiril Dmitriyev danışıqları davam etdirir. Eyni zamanda Kreml humanitar istiqamətdə də əməkdaşlığın saxlanıldığını vurğulayır. Peskov bildirdi ki, Rusiya Ukrayna ilə əsirlərin və həlak olanların meyitlərinin mübadiləsi üzrə işi davam etdirmək niyyətindədir. Digər mühüm məqam isə Vaşinqtonun son addımları ilə bağlıdır. Belə ki, Birləşmiş Ştatlar Administrasiyası 3 fiziki şəxs və 3 şirkətə qarşı tətbiq olunan sanksiyaları ləğv edir. Bu addım müəyyən dairələrdə danışıqlar fonunda faktiki yumuşalma kimi qiymətləndirilir. Bununla yanaşı Kreml Birləşmiş Ştatların Rusiya ilə Çin arasında münasibətləri zəiflətmək cəhdləri ilə bağlı iddiaları şərh etməyə ehtiyac görmür və yalnız rəsmi bəyanatlara əsaslanmağın vacibliyini vurğulayır. Geosiyasi gərginlik isə enerji bazarına birbaşa təsir göstərməkdə davam edir. Rusiya Baş Nazirinin müavini Aleksandr Novak bildirdi ki, dünya son 40 ilin ən ciddi enerji böhranlarından biri ilə üz-üzədir. Onun sözlərinə görə bu vəziyyət qlobal transformasiya və enerji resursları uğrunda mübarizənin nəticəsidir. Rusiya Xarici İşlər Nazirinin sözçüsü Mariya Zakharova isə diqqəti yaxın şərqə yönəltdi. Onun sözlərinə görə İran ətrafında gərginliyin artması neft qiymətlərinin $100 yuxarı qalxmasına səbəb ola bilər və artıq qlobal iqtisadiyyata mənfi təsir göstərir. Bu kontekstdə Rusiya birbaşa investisiya fondunun rəhbəri Kiril Dmitriyev daha sərt proqnozla çıxış etdi. O bildirdi ki, enerji bazarında risklərin artması fonunda neftin qiyməti hətta $200 qədər yüksələ bilər. Ekspertlər isə hesab edir ki, hazırki mərhələdə həm diplomatik proseslərdə fasilə, həm də enerji bazarındakı qeyri-müəyyənlik qlobal geosiyasi vəziyyətin daha da mürəkkəbləşəcəyindən xəbər verir. Simnarə, bu saata Moskvadan çatdırmaq istədiklərim bunlar idi. Söz yenidən sizdədir.